Ümumiyyətlə, yerli mütəxəssislər məsəl üçün, bugünkü gündə bir hardasa 4 nəfər, 5 nəfər yerli mütəxəssislərimiz var ki, hansı ki, həqiqətən də baxırsan ki, bir məşqçi olaraq bir ağırlıqları var. Yəni onları çox sadə şəkildə harasa dəvət eləyib, hardasa, burada işdə, bu gün buradan yola salım, təzədən bir də gətirim, aparım, belə bir şeylər yoxdur. Mən yerli mütəxəssis deyəndə biz mənim fikrimdən ola bilər, kimsə inciyəcək, kimsə küsəcək. Bir çox yerli mütəxəssislərimiz işinə, futbolda çəkdiyi əziyyətə, keçdiyi yollara yəni hörmət qoymur. Niyə hörmət qoymur? Yəni bu gün onlar üçün bir çox üçün iş olsun. Premyer Liqa baş məşqçisinin arasında onlardan kimsə var? Yəni o haqqda danışmayım. Yəni bir çox üçün iş olsun. Fərqi yoxdur. Yəni onun komandada olsun, ona hansı söz deyiləcək və ya hansı şərait yaradılacaq fərq eləmir. Sadəcə iş olsun. Yəni ona görə də məsəl üçün bax elə bir məşqçilərimiz var ki, çempionatda, yəni o onlara keçmir. Yəni bugün tutaq ki, filan klubun bir rəhbəri çağırsın, desin ki, mən sənin bu komandanı da istəyirəm və qaydalar da budur. Yox qardaş, mən görmüşəm ki, baş məşqçi gedəndə qaydaları baş məşqçi qoyur. Şərtləri, qaydaları baş məşqçi qoyur və əlbəttə klub rəhbərinin də qaydası şərt olur. Yəni ümumi qarşılıqlı razılaşma əsasında olmalıdır. Amma bir çox məşqçilərimiz var ki, yəni iş xatirinə, ona görə də Azərbaycanlı məşqçiləri, yerli mütəxəssislərin bugünkü gündə bir çoxunun nüfuzdan düşməsi, yəni hörmətdən düşməsi, yəni bununla əlaqədardır. İlk növbədə yəni iş oldu, olmadı, gərək o balansını qorumağı bacarasan. Bacarmadığınız halda Azərbaycan mütəxəssislərinin sayı azalacaq, bəlkə də gələn sezonda heç yəni bir 4 nəfər qalacaq, 3 nəfər qalacaq.